Meyvə yemədiyimə görə və ə, almalı pankek, aladuşka çox qəşəng bir beynimdə gözəl bir assosiasiyalar yaratdığına görə özümü yaxşı hiss eləməyəndə dedim durum nəsə hazırlayım, nə hazırlayım, quymaq hazırlayım. Yox, ona çox yağ gedir, un gedir, neçə gündür zaten ununu çox tükətirəm, gluten falan dərkən hava da soyuqdur. Yeni gün başlayır, hərəkətlər başlayıb, gecənin səssizliyi bitib yenidən hamı koşuşturmacadadır və almanın ətri o qədər gözəl gəlirdi ki. Mənə görə ən yaxşı aladuşka eləmək istəyirsinizsə, onu smetanda eləməlisiniz. Ən çox reseptləri, hər cür resepti yoxlayandan sonra bu qənaətə gəlmişəm. Hal-hazırda smetan yox idi və düşündüm ki, süddə hazırlayaram. İlk gördüyüm resepti elədim və o da vanili yoxdur, qabartması yoxdur və konsistensiya bir təhər alınıb, kıvamı. Hələ dadını bilmirəm, inşallah yaxşı olar.